Salam eliklər, vaxtınız xeyir olsun əziz dostlar. Sizə növbəti vətən uğrunda döyüşərək canından keçmiş və barmaqlarından, orqanlarından keçmiş igid qardaşımız Elnuru tanış edəcəm. Elnur döyüşlər zamanı yaralanıb. Baxın, burada 2 barmağı qalıb, bir gözü yoxdur. Bu bir gözü 200% görür, 2%, 3%. Bu ayağına baxın, buran yan qardaşım. Bu ayaq da beləncələ, dizə qədər köçürmələr, qol beləncələ, görürsünüz, beləncələ qazi qardaşlarımız var. Hələ canları ağrıyır, hələ bədənləri ağrıyır, hələ yaraların yeri ağrıyır. Müalicə ediblər və biraz da müalicə ehtiyacı var. Mən bu günlərim Yaşad Fonduna müraciət elədim. Bilirəm ki, qardaşımızı göndərəcəklər inşallah Türkiyə. Allah qoysun. Və qardaş, sənin şəfanız diləyirəm. Allah canı sağ olsun, var olun. Elnur Səmədov Qaradağ rayonunda yaşayır. Özün harada yaralanmışsan, onun devlərinə zəhmət olmasa. Qarşı kənddə Sıxılışında döyüşmüşəm. Ağdəliyə girəndə vurdular bizi, Ağdəlidə yaralanmışım. Mən sinədə mən gözüm daim şəhiddir, qardaşım şəhiddir. Bu döyüşlərdə, axırıncı döyüşlər. Daim 1-ci Qarabağ döyüşündə. 1-ci Qarabağ şəhididir. Qardaşım da 2010-da Ağdəlidə çıraqlı döyüş oldu, Ağdamda çıraqlı döyüş oldu. Həmən döyüşdə qardaşım şəhiddir. Allah rəhmə. Qardaşı şəhiddir. Özü də var, beləncələ qazidir. Bu əlcəklə gəzir qardaş, bu rezin əlcəklə. Bu rezin əlcəklə gəzir. Baxın, elə bilirlər ki, öz barmaqdır, yox. Bu barmaqlar yoxdur deyənə. Bunu geyin bir dənə qardaşım. Həmən geyinci sən. Beləncələ geyindi. Qıraqdan baxan elə bilir ki, bu barmaqlar yerindədir, amma yoxdur. Bu 2 barmaq yerindədir. Görürsünüz nə oğlanlarımız, necə igid oğlanlarımız var. Bunların qədrini bilmək lazımdır, qədrin. Bunlara hörmət eləməyən Azərbaycanlı olmaz. Bunların qədrini bilməyən bizdən olmaz. Allah köməyin olsun. Sən qazanalım, var ol. Mən səni tanımamış oldum, qardaşım. Sağ ol, qardaşım. Allah canı sağ olsun. İnşallah yaxşı olacaq.